Salam hörmətli müəllimlər, mən Hacıyeva Sürəyya. Bugün sizə təhsilin pillələri və səviyyələri haqqında məlumat verəcəm. Onu da qeyd edeyim ki, kurikulum dərslərimiz mövcuddur. Maraqlanmaq istəyən ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur. Birinci təhsil pillələrindən başlayaq. Məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və bir də ali təhsil. Məktəbə qədər təhsilin səviyyəsi yoxdur. Ümumi təhsilin səviyyəsi isə məktəbə hazırlıq mərhələsi 5 yaşlılar üçün nəzərdə tutulub. İbtidai təhsil 1-ci, 4-cü siniflər, ümumi orta təhsil 5-9-cu siniflər, tam orta təhsil isə 9-11-ci siniflər üçün nəzərdə tutulub. Peşə təhsilinin səviyyələri ilk peşə, texniki peşə və bir də yüksək peşə. Orta ixtisas təhsili, yəni kolleclər, onların səviyyəsi yoxdur. Ali təhsilin səviyyələri isə bakalavr, magistr, bir də doktoratdır.